Gelmişik Yerevan'a. Gelmişik. Dost olmak lazımdır. Düşmançılıktan bir şey çıkmaz. Sülh lazımdır. Ben fevralın 9'u 26. yer Yerevan şəhərinin düz ortasındayıq. Sülh olsun. Bir. Gündüz aydın olsun Azərbaycan xalqı. Demək bu iki qardaşlar oradan təklif edirlər və dəvət edirlər ki, gəlin İrəvana, bu Qərbi Azərbaycana ziyarət edin. Bəli, bizim əzəli bir torpaqlarımızdır. İrəvandır, Təbrizdir, Borçalıdır. Hamısı bizim əzəli torpaqlarımızdır. Cənab Prezidentimizin siyasəti nəticəsində inşallah ki, o torpaqlar bizim ərazi bütövlüyümüzün tam təmin olmağı məqsədi ilə, yəni ki, onlara nail olacaq inşallah. Allahın köməyi ilə Azərbaycan xalqı qüdrətli Azərbaycan xalqı var və onun Cənab Prezidenti var. Hansı ki, siyasi, xarici siyasəti, daxili siyasəti hər bir şeylə təmin edəcək. Bunu başa düşdük. Və bu məqsəddə bu insanların, bu qardaşların orada olmaqları məlum məsələdir ki, dövlət çərçivəsi içində olan bir məsələdir. Hansı ki, o insanlar bir ixtiyar ora gedə bilməz. Hansı ki, hansısa bir sənədləri qaydasında olmadan, onların hansısa bir sığortası, hansısa bir təhlükəsizliyi təmin olmadan o insanlar orada iştirak eləyə bilməz. Bu məlum məsələdir. Hamı da bilir. Burada bəzi kommentarlarda yazılar, sağ ol qardaş, qoçaq qardaş, nə bilim, nə. Təbii ki, bu dövlət siyasəti çərçivəsində olan bir məsələlərdir. Amma qaldı ki, bu qardaş deyir ki, dost olaq, gəlin dost olaq, erməni ilə dost olaq. Ay qardaş, mən erməni ilə dost olanmaram. Sən nəyə dəvət edirsən? Sən deyirsən ki, gəlin erməni ilə dost olaq, şəhidləri unudaq. O balaları, gözü yaşlı balaları unudaq. Şəhid ailələrini unudaq, şəhid analarının göz yaşlarını unudaq. Yəni, bunları sən bizə dəvət edirsən, təklif edirsən. Mən oğraş deyiləm. Kimsə bir qeyrətsə, kimsə erməni ilə dost olmaq istəyirsə, qeyrətini, vicdanını, şərəfini atırsa, kimsə bir qeyrətlisə, onun mənə adiyyəti yoxdur. Mən müstəqil ölkənin vətəndaşıyam, mən 44 gün müharibədə yetərincə iştirak eləmişəm. Məni kimi də digər insanlar iştirak edir. Mən qazilərin acılarını unuda bilmərəm. Mən qazilərin ağrılarını unutsam, mən peysər olaram, mən bir qeyrət olaram, oğraş olaram. Sən bizə o oğraşlığı, bir qeyrətliyi təmsil edirsən. Yəni təbliğ edirsən də, yəni ki, gəlin bir qeyrətliyi qəbul edin, erməniyə dost deyin, unudun hər şeyi. Ay insanlar, o iki qardaş, səhv eləmirəmsə siz qardaşsınız. Siz nəyi dəvət edirsiniz ki, təklif edirsiniz ki, ay millət, gəlin oğraşlığı qəbul edin, gəlin peysərliyi qəbul edin, bir qeyrətliyi qəbul edin, şəhidləri unudun, şəhidin balalarını unudun, qazilərin acılarını, ağrılarını unudun. Onu təmsil edirsiniz. Sizin məsələniz keçməz. Siz yaxşı insanlar olsanız, orada dövlət çərçivəsində, dövlət siyasətinin hardasa deyək ki, yəni ki, bu planlar üzrə işləsəz, yəni o təbii ki, məlum məsələdir ki, siz dövlətin nəzrində olan bir əməkdaşsınız ki, hansı ki, onları dəvət edirsiniz. Bugünkü gün İrəvandasınız, İrəvanın mərkəzindəsiniz, dünənə qədər hardaydınız, necə getmişsiniz, neynəmişsiniz, bu təbii ki, dövlət siyasətidir. Amma ən ağır məsələ nədir? Bugünkü gün Qərbi Azərbaycanlıları buradan salamlayıram, hər bir kəsə, bu Loru dildə desə, Yerazlara mənim böyük hörmətim var, Yerazlar həm qonaqpərvərdirlər, həm gözəl belə qeyrətli cəmaatı var. Onların bugünkü gün İrəvana öz, məsəl üçün mən Gədəbəyliyəm, buradan elə Gədəbəydən sizə salamlarımı çatdırıram. Gədəbəylə Göyçə mahalının arasında 80-100 kilometr məsafə var. Nəsə sözüm onda yox. Yəni nə deyirəm? Bugünkü gün bizim Qərbi Azərbaycanlıların, bugünkü gün mən şəxsən bir Gədəbəyli kimi İrəvanı gəzmək istəyirəm, Göyçə mahalını gəzmək istəyirəm, Masisi, digər yerlərdə, Vedini, nə bilim Qafanı, hər bir yeri gəzmək istəyirəm. Hamı da onu istəyir ki, ərazi bütövlüyümüz bu bizim fəxrimizdir. Amma bugünkü gün bu gözəl bir haldır. Yəni gözəl bir mənzərədir. Azərbaycan xalqı İrəvandadır. Cənab Prezidentimizin bir dənə sözü var, deyir ki, biz İrəvan Azərbaycandır. Yəni ki, vaxt olacaq bizim ayağımız ora, qədəmlərimiz orada, yəni ki, qədəmlərimizi ora basacağıq. Yəni onları hər bir kəsə arzulayıram ki, İrəvanı, ərazi bütövlüyümüzə hər bir şeydə, yəni ki, biz hər bir şeyə, gözəl bir, yəni ki, xoşbəxt günlərə layiq bir xalqıq. Amma ən pis məsələ nədir? Hansı ki, bir gün biz ora ayağımızı basırıq, sabah ermənilər bu Azərbaycana ayaq basanda biz onları qəbul edəməyəcəyik. Bu məsələ odur. Ağır məsələ odur. Bugünkü gün ermənilər gələcək, hansı ki o satqın fahişələrimiz var, bizim bəzi fahişələrimiz var. Ermənilərə qucaq açan fahişələrimiz var. Onlar gedəcək erməniyə qucaq açacaqlar. Erməni ilə yastığa baş qoyacaqlar, erməni ilə pastelə baş qoyacaqlar, erməni ilə otellərdə günlər keçirdəcəklər. Bax onlar bizə ağır bir dərd verəcək. Məsələ odur. Ay əziz insanlar, ay Qərbi Azərbaycanlılar, söhbət o iki qardaşdan gedir. Yəni dost ola bilmərik. Mən erməni ilə dost olsam, demək ki, mən peysərəm, mən bir qeyrətəm, mən oğraşam, mən şərəfsizəm. Mən atamı tanımıram.
Bu gün şəhidi unudan insan, bu gün qaziləri unudan insan, bu gün şəhid ailələrini, şəhidin balalarını unudan insan, atasını tanımır, bir qeyrətli peysərdir. Erməni ilə dost olan insan milliyetinden, söhbət Azərbaycan milliyetinden gedir. Yəni fərq eləmir. Bu Azərbaycanda yaşayır. İstər Rus olsun, istər Yahudi olsun, istər Türk olsun, istər fərq eləmir. İranlı olsun. Erməniyə özünə dost bilən hər bir kəs peysərdir, bir qeyrətli, oğraşdır, şərəfsizdir. Arvadını başqasından tutan bir qeyrət. Söhbət kişilərdən gedir. Kim ki onlara qucaq açırsa, kim ki onlara qardaş deyirsə, kim ki onlara dost deyirsə, şəxsən mən buradan deyirəm, Azərbaycan vətəndaşı kimi, müstəqil Azərbaycan vətəndaşı kimi, vətənini, dövlətini, xalqını sevən insan kimi deyirəm ki, onu düz var yoxun ağzından elədi. Onun peysərdə o bir qeyrətdir. Mən dediyim budur. Allah xalqımızı, dövlətimizi qorusun. Bu ərazi bütövlüyümüzün bugünkü gün Azərbaycanlıların İrəvana ayaq basıb orada istirahət eləmək mənim üçün fəxrdir. Amma fəxr olunmayan digər məsələlər var. Onlara biraz riayət elə, qoruyaq, xalqımızı qoruyaq, şəhidlərimizin analarını, şəhidlərimizin yoldaşlarını, cavan bacılarımızı, gəlinlərimizin haqqını unutmayaq. Var olun Azərbaycan xalqı, Allah dövlətimizi, xalqımızı qorusun. Var olun.